Salam dostlar, hamınızı xoş gördük. 3-cü sinif riyaziyyat iş dəftərindən səhifə 38-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və videomu bəyəndinizsə, bəyən düyməsinə basmağı unutmayın. Gəlin başlayaq. 6. Ədədin hissəsini tapmaq üçün uyğun sayda dairə çək və rənglə müvafiq ədədi yaz. Deməli, mən burada gördüyünüz kimi yazmışam. Deməli, 8-in 4-də 3 hissəsi deyirsə, deməli 8 bölünsün 4-ə 2, 2-ni 3-ə 6. Deməli, 8-dən çəkib 6 dərsin eləyib. Deməli, bu da mənim elədiyimdir. Buradakını mən yenə də deyim. Deməli, A-da deyir ki, onun 2-də 1 hissəsi. Ona görə də burada birincidən elə 10 dənə dama çəkirik, belə dairə. Sonra isə 10 böl 2 daha ayrı-ayrı yazmayacaq, çünki biz belə olduğunu bilirik. Onu 2-yə bölürük, sonra isə 1-ə vururuq, eləyəcək 5. Yəni 5 vur 1 lazım deyil, çünki ədədi 1-ə vurduqda ədədil öz alınır. Ona görə də gördüyünüz kimi bura 5, burada belə yazdım. 10 bölü 2 vur 1, 5 eləyir 5, vur 1, 5. Sonra isə burada 5 yazdım. Burada isə gördüyünüz kimi 10 dairə çəkdim, 5-ini də rənglədim. Sonra isə B-də isə deyir ki, 9-un 3-də 2 hissəsi. Deməli, birinci nə edəcəyik? 9-u, baxın, buradakı 9-u böləcəyik 3-ə, vuracağıq 2-yə, bərabərdir. 3 vur 2, bərabərdir 6. Burada da yazacağıq 6. Sonra isə burada 9 dairə çəkib 6-sını rəgləyəcəyik. 7. Ədədlərin verilən hissələrini tap və müqayisə et. Deməli, A. 30-un 3-də 2 hissəsi, 42-nin 7-də 3 hissəsi. Deməli, birinci bunu tapmaq üçün, yəni A-nı tapmaq üçün eləyəcəyik ki, bunu, yəni 30 bölünsün 3 vurulsun 2 bərabərdir 10 vurulsun 2, 20. Burada yazdım 20. Sonra isə burada da yazacağıq. 42 bölünsün bunun cavabı üçün, yəni bunun cavabı üçün yazacağıq. 42 bölünsün 7 vurulsun 3 eləyəcək 6 vurulsun 3 eləyəcək 18. Burada yazdım 18. Yəni burada 18 yazdım. Burada da bu böyüdü yazdım. Yəni bu bundan böyüdü. Biraz çox ox oldu ya əslində. Nəysə. Ona fikir verməyəcəksiniz. Nəysə, B-də də deyir ki, 36-nın 9-da 5 hissəsi. Deməli, 36 9-da 5 hissəsi tapaq. 36 bölünsün 9 vurulsun 5 eləyəcək. 4 vurulsun 5 bərabərdir 20. Burada yazdıq 20. Sonra isə 64-ün 8-də 4 hissəsi. Deməli, yazacağıq onu tapmaq üçün. 64 bölünsün 8 vurulsun 4 eləyəcək. 8 vurulsun 4 o da eləyəcək 32. Cavab eləyəcək. Bir dəqiqə. Yox, səhv tərəfi göstərir. Aha, burada yazacağıq 32. Burada bu gördüyünüz dairədə isə işarə qoydum bura. Aha, bu gördüyünüz dairəli isə 32-yə tərəf çevirəcəyik. 8. Anarın 100 stikeri var. Elxanın stikerləri anarın stikerlərinin 4-də 3 hissəsinə bərabərdir. Elxanın nə qədər stikeri var? Deməli, Anarın birinci məsələni anlayaq. Anarın 100 dənə stikeri varsa, Elxanın stikerləri Anarın stikerlərinin 4-də 3 hissəsinə bərabərdir. Yəni 4-də 3. 4-ə bölüb 3-ə vuracaq. Yazacaq 100 bölünsün 4 vurulsun 3 eləyəcək. 25 vurulsun 3 eləyəcək 75. Cavab 75. 9. Hədiyyə mağazasında 84 şəkil çərçivəsi var idi. Bir ay ərzində bu çərçivələrin 3-də 2 hissəsi satıldı. Neçə çərçivə satıldı? Mağazada satılmayan neçə çərçivə qaldı? Deməli, biz birinci burada 56-lı ləyi tapmalıyıq. Burada ləyi.
Tapmalayır ki neçə çərçivə satılıb. Deməli, burada deyir ki, 3də 1 hissəsi satılıbsa, neçə çərçivədə satıldı, burada deyir usta. Sualımız budur. Və onun cavabını da burada görürük. Yəni 84 bölünsün 3 vurulsun 2 eləyəcək 28 vurulsun 2 o da eləyəcək 56. Mağazada satılma eləcə çərçivə qaldı. Sonra da onun cavabı da buradadır. 84 çıxılsın 56 o da eləyəcək 28. Cavabda da 28. Aha. Bu isə axırıncı tapşırığımızdır. Birinci bağda 126 ağacın 3də 1 hissəsi, ikinci bağda isə 144 ağacın 9'da 2 hissəsi alma ağacıdır. Hansı bağda daha çox alma ağacı var? Maşallah alma ağacları da çox imiş. Nəysə, 126'nı deməli birinci bağı tapaq ki, neçə alma ağacı var? Deməli, burada da 126'nı 3'ə bölüb 1'ə vuracaq, eləyəcək 42. Onsuz da bu 42 eləyəcək. Burada ona görə də burada yuxarısında 42 yaza bilərsiniz. Burada da sonra deyir ki, ikinci bağı tapaq da. İkinci bağı tapanda da 144 bölünsün 9 vurulsun 2 eləyəcək 16 vurulsun 2 o da eləyəcək 32. Deməli 42 də böyükdür. 32 də cavab birinci alma ağacı. Dostlar, bu gün də sizə tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizdə oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.